Salam uşaqlar. Bu videoda ilk olaraq OTK-nın son sınavına düşmüş isbat sualına baxacaq. Ardınca isə DİM 20 sınavdan 5 dənə isbat sualı işləyəcəyik. İlk sualda üçbucağın 2 dənə tərəfi verilib. A və B tərəfləri və aralarından üçüncü tərəfə bir dənə M medianı çəkilib. Şərtdə deyilir ki, isbat edin ki, median iki tərəfin fərqinin modulunun yarısından böyük, cəminin yarısından isə kiçikdir. Məsələnin isbatı əslində çox sadədir. Medianın çəkildiyi yerdən, çəkilmiş olduğu nöqtədən A və ya B tərəflərinin hər hansı birinə paralel bir xətt çəkirik. Məsələn, mən A tərəfini seçirəm. A tərəfinə bir dənə paralel xətt çəkirik. Çəkdik. Bu xətt A tərəfinə paralel və qarşı tərəfin də ortasından çıxmış olduğuna görə orta xətt olmuş olacaq və B tərəfində yarıya bölmüş olacaq. O zaman B tərəfi də yarıya bölünərsə, yarı bölünmüş hissənin uzunluğu olacaq B bölünsün 2. Və bu xətt orta xətt olduğundan A tərəfinin də yarısına bərabər olmuş olacaq. Həmin tərəfin uzunluğu da olacaq A bölünsün 2. Və burada ştrixlədiyim bu üçbucağın, rənglədiyim bu üçbucağın içərisində üçbucaq bərabərsizliyini yerinə yetirsək, deməliyik ki, üçbucağın bir tərəfi, yəni M tərəfi, digər iki tərəfin cəmindən, yəni A böl 2 topla B böl 2-dən kiçik, digər iki tərəfin fərqinin modulundan, yəni A böl 2 çıxılsın B böl 2-nin modulundan böyük olmalıdır. Bu ifadələri də biraz sadələşdirsək, M A üstəgəl B böl 2-dən kiçik, digər tərəfdə də 2-ni ortaq məxrəc götürsək, 2-nin modulu elə 2 eləyəcək. Surətdə də A çıx B-nin fərqinin modulunu yaza bilərik və məsələ isbat olunmuş olur. Keçək digər bir məsələyə. Bərabər tərəfli üçbucağın daxilində götürülmüş nöqtədən tərəflərə qədər olan məsafələrinin cəminin üçbucağın hündürlüyünə bərabər olduğunu isbat edin. Bir dənə bərabər tərəfli üçbucaq çəkək. Bu üçbucaq bərabər tərəfli üçbucaq olsun. Tərəflərin uzunluqları da A-ya bərabər olsun. Bunun daxilində hər hansı bir nöqtə götürürük. Tam mərkəzdə olması vacib olmayan hər hansı bir nöqtə götürürük. Bu nöqtədən tərəflərə qədər məsafələri H1, H2 və H3 olaraq adlandıracağım. Bu isə H1, digər məsafə, bunların məsafələri 90 dərəcə. H2, digər məsafəni isə H3 olaraq adlandıracağım. Və bu üçbucağın bir böyük hündürlüyü var. O hündürlüyü də qeyd edək. O hündürlük də olsun böyük bir H. Bunu da yaddaşımızda saxlayaq. Üçbucağın daxilində götürdüyümüz nöqtəni üçbucağın təpələri ilə birləşdirək. Üçbucağın təpələri ilə birləşdirsək, mavi xətlərlə 3 dənə üçbucaq alınmış olur. Bu üçbucaq, bu üçbucaq və bu üçbucaq. Böyük üçbucağın sahəsi bu verilən 3 dənə balaca üçbucağın sahələrinin cəmi olmalıdır. Yəni, ümumi üçbucağın sahəsi bərabər olmalıdır. H1 olaraq bu hissəni götürmüşdük. Bu H1 idi. A H1 bölünsün 2 toplansın. Bu hissənin sahəsi, yəni A H2 bölünsün 2 və bu hissənin sahəsi toplansın. A H3 bölünsün 2. Digər tərəfdən baxdıqda isə bu üçbucağın sahəsi, ümumi üçbucaqdan söhbət gedir. Bu üçbucağın sahəsi H vurulsun A böl 2 şəklində də hesablana bilər. Yəni A vurulsun H bölünsün 2. Bir bərabərliyin sol tərəfi və sağ tərəfi də, sol tərəf və sağ tərəfində A böl 2-ni ortaq çıxartsam, sol tərəfdə H1 toplansın, H2 toplansın, H3 qalır mötərizədə, bərabər. Sağ tərəfdə isə ifadəni A böl 2 vur H şəklində yazıram. A böl 2-ləri hər tərəfdən silsək, ya da ifadənin hər tərəfini A böl 2-yə bölsək, 2 bölə bilərik, A müsbət bir ədəddir. O zaman H1 bölünsün, H1 toplansın, H2 toplansın, H3 bərabər böyük H etmiş olur və məsələ isbat olunmuş olur.
Keçək bir digər isbat sualına. Deyir ki, isbat edin ki, diaqonalları perpendikulyar olan parallelogram rombdur. O zaman belə bir parallelogram çəkək. Bunun sadəcə bu fiqurun sadəcə parallelogram olduğunu bilirik. O zaman bir də şərtdə fiqurun diaqonallarının perpendikulyar olduğu verilib və bunun diaqonalların perpendikulyar olduğu məlumatı var əlimizdə. İndi diaqonallar, yəni paralleloqramlarda diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür. Qeyd eləyək. Bir diaqonal, hər hansı bir diaqonal seçilim. Bu diaqonal kəsişmə nöqtəsində yarıya bölünsün. İndi rənglədiyimiz üçbucağa diqqətlə baxırıq. Yəni bu üçbucağa diqqətlə baxırıq. Bu üçbucaqda diqqətlə bu üçbucağa baxırıq. Bu üçbucaqda təpədən oturacağa çəkilmiş bu xətt həm hündürlükdür, həm də mediandır. Təkrar edirəm. Bu xətt həm hündürlük, həm də mediandır. O zaman bu üçbucaq bərabər yanlı üçbucaq olmuş olur. Yəni bu üçbucağın yan tərəfləri bir-birinə bərabər olmuş olur. Bu fiqurun ümumiyyətlə parallelogram olduğunu bilirdiksə, qarşı tərəflər də bir-birinə bərabərdir. Bu tərəfə görə də bu tərəfə də 2 xətt çəkəcəyik. Bu fiqurun 4 tərəfi hamısı bir-birinə bərabər oldu. Paralleloqramın xüsusi halı olan rombun şərti nə idi? Deyirdi ki, əgər paralleloqramın 4 tərəfi bir-birinə bərabərdirsə, o paralleloqram rombdur. Bu fiqurun da 4 dənə tərəfi bir-birinə bərabərdirsə, deməli, verilən fiqur rombdur. Məsələ isbat olunmuş olur. Keçək növbəti bir isbat sualına. Şəkildə deyir ki, M və N mərkəzli çevrələr bir-birinə xaricdən toxunurlar. Onlara ortaq bir toxunan çəkilib və bizdə soruşur ki, AB parçasının uzunluğunun çevrələrin radiuslarının həndəsi ortasının 2 misli olduğunu isbat edin. Həndəsi orta bilirik ki, hasil tapıb kökə salmaqdır və 2 kök altında R1, R2 olduğunu isbat etməyimizi istəyir. Yəni AB bərabərdir 2 vurulsun kök altında R1, R2. İsbat etməli olduğumuz şey budur. O zaman biz burada R1 və R2-ni qeyd eləyək. Bu radius R1 olsun, 90 dərəcə qeyd eləyək. Bu radius da R2 olsun. Buradan da bir 90 dərəcə qeyd eləyək. Bu çevrələrin mərkəzlərini birləşdirək. O zaman bu hissədəki uzunluğa R1, bu hissədəki uzunluğa da R2 deyəcəm. İndi şəkilə diqqətlə baxsaq, bu rənglədiyimiz hissə əslində bir düzbucaqlı trapesiyadır. Bu düzbucaqlı trapesiyanın bir hündürlüyünü çəkək. R2 böyük oturacağına doğru bir hündürlük çəkirik. Biz AB-nin uzunluğunu bir x demişiksə, bu uzunluq da bir x olur. Bu rənglədiyim hissə də düzbucaqlı olduğundan ki, burada 90 dərəcə, bu 90 dərəcələr də toxunan ilə radiusun 90 dərəcə ilə gəlməyindən bilinirdi. Ona görə buradakı fiqur bir düzbucaqlıdır. O düzbucaqlının da qarşı tərəfləri bir-birinə bərabərdirsə, bu hissədə R1 olacaq. Onda bu hissə, mavi rəngə rənglədiyim bu hissə R2 çıxılsın R1 olmalıdır. O zaman bu rənglədiyimiz düzbucaqlı üçbucaq hissəsindən Pifaqor teoremini tətbiq etsək, x-in kvadratı, yəni AB tərəfinin kvadratı bərabər olmalıdır. Bərabər olmalıdır, yox. X-in kvadratı ilə R2 çıx R1-in kvadratını toplasaq, çünki bu bir katet, bu da bir katetdir. Kvadratını toplasaq, bərabər eləməlidir hipotenuzun, yəni R2 topla R1-in mötərizə kvadratı. İfadələri açaq. X kvadrat topla R2-nin kvadratı topla R1-in kvadratı çıxılsın 2R1 R2. Bu bərabərdir. Yenə R2-nin kvadratı topla R1-in kvadratı toplansın 2R1 R2. Müxtəsər modullara. Hər tərəfdən R2-nin kvadratı ilə R1-in kvadratını silirik. Yəni bərabərliyin hər tərəfindən bu ifadələri çıxırıq. Və mənfi 2R1 R2 ifadəsində bərabərliyin sağına aparıram. X kvadrat bərabər olur 4R1 R2. Və sondakı ifadəni də hər tərəfin kökə saldıqda
x bərabərdir 2, 4-ün kökü 2, kök altında R1, R2 məsələ isbat olunmuş olur. Alternativ bir üsul, bu məsələnin o hissəsini artıq mən isbat eləməyəcəm, siz düşünün orasına. Belə bir şey də edə bilərdik ki, əgər biz burada hündürlük yox, B təpəsindən MN xəttinə bir paralel çəksəydik, hündürlük əvəzinə paralel bir xətt çəksəydik, bir paraleloqram alınmış olacaqdı. Onda bu paraleloqramın qarşı tərəfi də R1 olacaqdı. Onda geri qalan hissə R2 çıx R1 olacaqdı. AB tərəfinə də bir X deyəcəkdik. Yenə bu rənglədiyim hissədəki düzbucaqlı üçbucaqdan yenə Pifaqor teoremi olacaqdı və məsələ eyni şəkildə gedəcəkdi və məsələ yenə isbat olunmuş olacaqdı. Bu məsələdə bu qədər. Gedək növbəti isbat sualına. Deməli, orta xətti S olan, diaqonallarla D1, D2 olan trapesiyada diaqonallar perpendikulyar olarsa, S bərabərdir diaqonalların kvadratları cəminin kökü böl 2 olduğunu isbat edin. Buna uyğun bir şəkil çəkək. Belə bir şəkil. Deməli, bir trapesiyanın oturacaqları A və B olsun, diaqonallar D1, D2 olsun və bu diaqonallar bir-birinə perpendikulyar olmuş olsun. Deməli, ilk iş nə edəcəyik? Diaqonalların bir dənəsini paralel olaraq sol tərəfə köçürdürük. Paralel olaraq sol tərəfə köçürdük. Aşağıdakı oturacağı da uzadaq. Uzatdıq. Bu sol tərəfdəki hissə D1 qədər olacaq. Çünki biz D1-i paralel olaraq sol tərəfə köçürdük. Paralel olaraq köçürdüksə, perpendikulyarlıq itməmiş olur və bu gördüyümüz hissə də perpendikulyar olmuş olur. Və fiqurun burasında bir paraleloqram əmələ gəldiyindən bu tərəf A-dırsa, qarşı tərəfdə A olur. Və bu rənglədiyimiz fiqur düzbucaqlı üçbucaq olduğundan bu düzbucaqlı üçbucağa əsasən Pifaqor teoremini tətbiq edirik. D1-in kvadratı toplansın D2-nin kvadratı ki, bu hissə bilirik ki, D2-dir. Bərabər olmalıdır hipotenuz olan A üstəgəl B-nin mötərizə kvadratına. Və bu bərabərliyin hər tərəfini kökə salsaq, A plus B-nin mötərizə kvadratının kökü, yəni A plus B bərabərdir kökün altında D1 kvadratı toplansın D2 kvadratı. Bu məsələyə az sonra qayıdacaq. Sol tərəfdə orta xətt haqqında biraz danışaq. Bilirik ki, orta xətt dediyimiz şey A üstəgəl B böl 2-yə bərabər. Oturacaqlı cəminin yarısı. O zaman buradan da A üstəgəl B bərabər olmuş olur 2S-yə. O zaman qayıdırıq yenə bayaqki bərabərliyə. A üstəgəl B-nin əvəzinə 2S yazıram. 2S bərabərdir kökün altında D1 kvadratı toplansın D2 kvadratı və buradan da hər tərəfi 2-yə bölsək S bərabər olmuş olur kök altında D1 kvadrat toplansın D2 kvadrat bölünsün 2 və məsələ isbat olunmuş olur. Və keçək son isbat məsələsinə. Deməli, şərtdə deyir ki, hər biri digərinin mərkəzindən keçən 2 çevrə üçün, deməli, bu nöqtələr mərkəzdir. 2 çevrə üçün n qövsünün, yəni ki, bu işarələdiyimiz qövsün dərəcə ölçüsünün 240 dərəcə olduğunu isbat edin. Deməli, ilk öncə bu çevrələrin bir-birinə bərabər çevrələr olduğunu göstərmək lazımdır. Məsələn, bu iki nöqtəni birləşdirsəm, bu iki nöqtəni birləşdiririk. Bu, birləşdirdiyimizdə alınan bu xətt, bu işarələdiyimiz çevrənin radiusudurmu? Bəli. Eyni zamanda həmin radius bu işarələdiyimiz çevrənin də radiusu deyilmi? Bəli, onun da radiusudur. İki dənə çevrənin radiusları eynidirsə, o zaman bu çevrələr eyni olurlar. Bu bir. Sonra bu çevrələrin bu şəkildə, bu şəkildə, bu şəkildə və bu şəkildə 4 dənə radiusunu çəkirəm. Yəni bunlar hər biri bir radius olsun. Qeyd edək.
Bunlar hər biri bir radius olsun. İndi şəkildə biz gördüyümüz fiqurlar nədir? Bir bərabər tərəfli üçbucaq və digər bərabər tərəfli üçbucaq. Yəni tərəfin hər biri radiusdursa bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın daxili bucağı nə qədərdir? 60 dərəcə. Bu bucaq olsun 60 dərəcə. Digər bucaq da 60 dərəcə olurmu? Olur. 2 dənə 60 dərəcə, 60 dərəcə. Bu bucaq bütövlükdə bu şəkildə ox işarəsi qoyduğumuz bucaq 120 dərəcə olmuş olur. Bunu yadda saxlayaq. 120 dərəcə. Bir çevrənin bütün ətrafı ümumilikdə 360 dərəcədirsə, deməli bu hissə 120 dərəcə olanda bunun əks tərəfindəki bucağı tapmaq üçün biz nə etməliyik? 360 dərəcədən çıxmalıyıq 120 dərəcəni. O da bərabər eləyəcək 240 dərəcə. Və bu işarə etdiyimiz bucaq eyni zamanda ANB qövsünü təmsil edən mərkəzi bucaqdır. Yəni ki, ANB qövsünün dərəcəsi də bu nəticəyə görə 240 dərəcə olmuş olur və məsələ isbat olunmuş olur. Bununla da DİM 20 sınavdan 15 dənə isbat məsələsini həll eləmiş olduq. 5 dənəsi qaldı. Gələn videoda da son 5 məsələni isbat eləyərik, bitər. Hələ qarşıda isbat etməli olduğumuz eyni qədər məsələ var. Ümid edirəm ki, faydalı olmuşdur. Növbəti videoda görüşərik. İzləmədə qalın. Sağ olun.